Salam, hər vaxtınız xeyirli olsun. Hörmətli tamaşaçılar, bugün Azərbaycan cəmiyyətində 7-dən 77-yə qədər sosial şəbəkələrdən istifadə etdiyimiz halda təbii ki, informasiya təhlükəsizliyi də sual olunur. Biz sosial şəbəkələrdən hansı formada və hansı məqsədlər üçün istifadə edirik? Sosial şəbəkələrdən istifadə edərkən nələrə diqqət etməliyik? Bizi hansı təhlükələr gözləyir? Məhz siz Milli Fikir və İnkişaf İctimai Birliyinin sosial şəbəkələrdə informasiya təhlükəsizliyi layihəsinin növbəti buraxılışına baxırsınız. Verilişimizin qonağı siyasi şərhçi Elçin bəy Xalibəylidir. Elçin müəllim, xoş gəldiniz. Xoş gördük. Elçin müəllim, mövzumuz artıq sizə məlumdur. Biz sosial şəbəkələrdə informasiya təhlükəsizliyi məsələlərini danışacağıq. Elə istərdim ki, ilk olaraq sosial şəbəkələrdə informasiya təhlükəsizliyi dedikdə nələr nəzərdə tutulur? Buradan başlayaq. Əslində, sosial şəbəkələr faydalı bir platformalardır. Ancaq bəzi hallarda sosial şəbəkələrdən lazım olmayan məqsədlər üçün də istifadə edirlər. Daha doğrusu zərərli məqsədlər üçün də. Burada daha çox azyaşlıların və gənclərin psixoloji problemlərlə üzləşə biləcəkləri məzmunda yayımlar da olur. Digər tərəfdən sosial şəbəkələr ciddi nəzarət altında olmadığına görə, yəni daha sərbəst platformalar olduğuna görə orada hər cür məlumatın yayılması mümkündür. Xüsusilə də dezinformasiya xarakterli məlumatların yayılması mümkündür və bu da istənilən halda yalan məlumatlar və yanlış yönləndirici məlumatlar cəmiyyətdə fərqli assosiasiyalar doğura bilir və insanları həm həyəcanlandırma, həm narahat eləmə, həm də doğru olmayan məlumatlarla yükləyərək yanlış istiqamətlərə yönəltmə təhlükələri təbii ki, ortaya çıxır. Siz qeyd etdiniz ki, bəs sosial şəbəkələrin nəzarətdə olunması müəyyən qədər təhlükə riskini artıra bilər. Ümumiyyətlə, siz necə düşünürsünüz? İndiki dövrdə, informasiyanın bu qədər geniş olduğu dövrdə informasiya təhlükəsizliyi baxımından sosial şəbəkələrə nəzarət olmalıdırmı? Nəzarətsiz hər şey son nəticədə zərərli nəticələr doğura bilir. Ancaq sosial şəbəkələr nisbətən azad platformalar olduğundan ora nəzarət eləmək bir qədər çətindir. Xüsusilə də sosial şəbəkələrin mütləq əksəriyyəti ölkə xaricində olan ölkə xaricindən idarə olunur və yəni Azərbaycana aid olmayan qaynaqlardır. Ancaq məsələ ondan ibarətdir ki, sosial şəbəkələrin istifadəçilərinin özlərində də həm məsuliyyət, həm də daxili senzura olmalıdır. Bir də vicdan faktoru ön planda olmalıdır ki, yaydığı məlumatların nəticələri haqqında öz təsəvvürləri olsun və məsələ də ondadır ki, bəzi hallarda nəinki məsuliyyətsizlik, hətta bilərəkdən yanlış məlumatların yayılma meylləri ön plana çıxır və sosial şəbəkələrdən məhz doğru olmayan məqsədlər üçün, yəni zərərli məqsədlər üçün istifadə halları kifayət qədər genişdir. Elçin müəllim, məsələni siyasi baxımdan şərh etsəniz, ümumiyyətlə dezinformasiyalar, feyk xəbərlər ictimai fikrin, ictimai şuurun formasına necə mənfi rol oynaya bilər? İstənilən halda bu ictimai fikrin yanlış istiqamətlərə yönəldilməsi üçün ən sərfəli sosial şəbəkələrdir. Çünki bayaq da qeyd elədiyimiz kimi nəzarət mexanizmləri mövcud olmadığından və yaxud da mövcud olan mexanizmlərdə yetərli effektiv olmadığından sosial şəbəkələrdə istənilən istiqamətli, yəni hər hansı həm siyasi, həm dini, həm də digər istənilən qrupların fikirlərinin, yəni mövqeyinin cəmiyyətə
təlqin olunma imkanları daha genişdir. Sadəcə sosial şəbəkə istifadəçiləri həmin platformalarda, segmentlərdə üzləşdikləri məlumatlara diqqətlə yanaşmağı və onlardan istifadə etməyi də bacarmalıdırlar. Çünki yayılan bütün məlumatların həqiqətlə bağlı olduğunu düşünmək sadəlövhlük olardı. Ona görə də sosial şəbəkə istifadəçiləri əldə elədikləri məlumatları saf-çürük eləmək qabiliyyətlərinə də malik olmalıdırlar. Biz baxsaq son illərdə ümumiyyətlə dövlət sosial şəbəkələrdə informasiya təhlükəsizliyi baxımından bir sıra işlər görüb. Ümumiyyətlə Elçin müəllim necə hesab edir? Daha hansı vacib işlər var ki, onlar görülmür, onları görmək lazımdır ki, bu təhlükəsizlik baxımından daha ekvivalent olsun. Əslində sosial şəbəkələrdə təhlükəsizliklə bağlı müəyyən addımlar atılır və bu addımların atılmasında Azərbaycan hüquq mühafizə orqanlarının xüsusi rolu var. Təbii ki, əgər yanlış cəmiyyəti doğru olmayan məlumatlarla yükləmək cəhdləri və yaxud da ölkənin, dövlətin maraqlarına zidd məlumatlarla yükləmək niyyəti hiss olunarsa, bu belə cəhdlərlə bağlı hüquqi prosedurlar işə düşə bilər və bunu bilərəkdən eləmiş şəxslərlə bağlı müəyyən tədbirlər görülə bilər. Bildiyiniz kimi, dünyanın bir çox ölkələrində sosial şəbəkələrdəki paylaşımlarla bağlı cəzalandırma mexanizmləri mövcuddur və bu yaxınlarda belə bunu ifadə edən siyahı da dərc olunmuşdu. Söz azadlığından və ifadə azadlığından ən çox danışan və bunu başqa ölkələrə təlqin edən qərb ölkələrinin böyük əksəriyyəti bu siyahıda ön planda yer alırdılar. Böyük Britaniya kimi, Fransa kimi, hətta Amerika Birləşmiş Ştatları kimi, yəni Avropa Birliyinə daxil olan digər dövlətlər həmin siyahıda yer alırlar və yüzlərlə, minlərlə şəxs sosial şəbəkə istifadəçisi yalan məlumatlar yaydıqlarına görə həbs edilənlər də var. Müxtəlif cərimə cəzasına məruz qalan şəxslər də mövcuddur. Yəni həmin ölkələrin vətəndaşları ilə bağlı. Yəni bütün dünyada bu məsələyə kifayət qədər ciddi nəzarət olunur. Onu da qeyd edeyim ki, həmin siyahıda Azərbaycan ən aşağı yerlərdən birini tutur. Yəni Azərbaycanda sosial şəbəkələrdəki zərərli məlumatların, yəni qərəzli məlumatların yayılmasına görə cəzalandırma prosesi o qədər də çox adama tətbiq olunmuyub. Yəni bu 50-60 civarında şəxsin cəzalandırılıb, bildirilir Azərbaycanla bağlı. Ancaq məsələn Böyük Britaniyada bu belə şəxslər, yəni cəzalandırılan şəxslər sosial şəbəkə paylaşımlarına görə yüzlərlədir. Yəni hətta Avropa Birliyinin bəzi ölkələrində bu rəqəm 1000-ə yaxınlaşır. Ümumiyyətlə, Elçin müəllimə sözünüzdə qeyd edirsiniz ki, xarici qüvvələrin sosial şəbəkələr vasitəsilə təsiri məsələsi. Yadınızda Vətən müharibəsi dönəmində görürdünüz ki, profillərdən paylaşımlar olunur ki, filan əraziləri itirmişik və yaxud da ki, filan qədər şəhidimiz var və s. Biz baxanda görürük ki, onlar fake profillərdir, xüsusən də Ermənistan tərəfindən yaradılmış profillərdir. Amma bir məsələ var ki, o profillərə baxanda görürsünüz ki, köhnədən yaranma profillərdir, hər şey qaydasındadır. Yəni, fake profil olması çox gec anlaşılır. Və yaxud da ki, başqa bir misal, biz bəzən görürük ki, ictimai şəxsdir, bizim ona etimadımız var və onun yalan informasiya paylaşmasına inana bilmirik. Adam tələsir və yaxud da nəsə informasiya paylaşır. Elə lap olsun bizim tanınmış xəbər portalları,
Bunlarda belə biz dəqiqləşdirilməmiş paylaşılan informasiyaları görürük. Ümumiyyətlə fake profilləri necə analiz edə bilərik? Necə ayırd edək ki, bu fake xəbərdir, doğru xəbər deyil? Bu barədə sizin təcrübənizi bilmək istəyərdik. Fake profillər əslində həmin profillərin təqdim elədiyi materiallardan ilk növbədə anlaşılır. Eyni zamanda o materialların məqsədi, yəni adca ayıq-sayıq olan adam yayılan məlumatın məqsədini anlamaqda çətinlik çəkmir. Digər tərəfdən fake profillərdə bir çox hallarda fotolar, eyni zamanda adlar uydurulmuş xarakter daşıyır və bu da bilinir real istifadəçi ilə uydurma istifadəçi arasındakı fərqləri müəyyən eləmək o qədər də çətin olmur. Yəni bu baxımdan bizim Azərbaycanda da sosial şəbəkələrdən istifadə edən şəxslərin bir qədər bu məsələlərə daha obyektiv mi deyim, ya daha savadlı, daha dolğun yanaşması vacibdir. Bəzən bizdə Azərbaycanda belə hallar müşahidə olunur ki, insanlar qarşılarına çıxan hər hansı məlumatı oxuyurlar, maraqlı gəlir və buna inanmağa başlayırlar. Halbuki hər bir məlumat məntiq süzgəcindən keçirilməlidir. Çünki nə qədər inandırıcı olub-olmadığını hər bir insan beynində məntiq süzgəsindən keçirməklə aydınlaşdıra bilər ki, bu hadisə doğrudan baş vermiş ola bilər, yoxsa yox, və yaxud da uydurmadır, yoxsa bu real bir hadisədir. Yəni bunları hər bir intellekti və düşüncə qabiliyyəti olan insanlar müəyyənləşdirməkdə çətinlik çəkmirlər. Ancaq körtəbii hər şeyə inanan bir təbəqə də var. Onlara hansı məlumatı onların önünə çıxartsan, onlar üçün bəli inanacaqlar və fərq eləmir. Çünki bu təbəqə əldə elədiyi və yaxud da üzləşdiyi məlumatı təhlil etmək qabiliyyətindən uzaq olur. Elçin müəllim, sizə ümumiyyətlə necə gəlir? Məsələn, bu son illərdə sosial şəbəkədə informasiya təhlükəsizliyi baxımından maarifləndirmə tədbirləri və digər tədbirlər hansı səviyyədədir? Məsələn, mən bir misal deyim. Məsələn, görürsünüz ki, kimsə bir status paylaşır və yaxud da hansısa bir səhifə insanlar yazır ki, mənbə tələb edir. Yəni, bunu 2-3 il əvvəl o qədər də görmək olmurdu. Deməli, inkişaf var. Siz yəni bu inkişafın olduğunu görə bilirsiniz bu istiqamətdə. Yoxsa necə? Hələ görüləsi işlər var. Əlbəttə ki, görüləsi işlər var və həmişə də görüləsi işlər olacaq. Əgər kimsə mənbə tələb eləyirsə, deməli, oxuduğu məlumatın reallıq ehtimalına o qədər də inanmır və hesab eləyir ki, bu daha ciddi mənbə göstərilərsə, buna inanmaq imkanlarını süzgəcdən keçirə bilər. Amma mənbə yəni ciddi olmadıqda, yəni hətta uydurma olduqda və o hiss olunur və savadlı və intellektli sosial şəbəkə istifadəçisi bunun öhdəsindən gələ bilir. Yəni həmin yayılan yalan məlumatların girovuna çevrilmir. Onun qurbanına və yaxud da girovuna çevrilmir. Və eyni zamanda bayaq qeyd elədiyiniz ki, bizim elektron informasiya vasitələrimizdə də problem var. Məsələn, belə örnəklər göstərmək olar ki, sadəcə bir oxucunun həmin məlumatın içərisinə daxil olub, həmin materialın oxunma sayının artırılması üçün yalançı başlıqlar qoyulur və məcbur edilir ki, insanlar həmin məlumatlara mütləq daxil olun. Məsələn, misal göstərə bilərəm. Bu yaxınlarda belə bir başlıqla məlumat yayılmış ki, Zeynəb Xanlarova evlənir. Bildiyiniz kimi bu adam, yəni bu xanım təxminən 85-90 yaşlarında adamdır və bunun ağıllı adamlar anlayır ki, bu yaşda Zeynəb Xanlarova evlənmək haqqında düşünməz. Yazının içərisinə girdikdə anlaşılır ki, bu nəvəsi Zeynəb Xanlarovadır. Yəni bu İnsanlara qarşı çox böyük hörmətsizlikdir. Birincisi, Zeynəb Xanlarova evlənir, şəkil də Zeynəb Xanlarovanın, bizim bildiyimiz məşhur Zeynəb Xanlarovanın fotosu və nəvəsi ilə bağlı məlumatı bu cür nənə üzərindən yaymaq bu bir
ədəbsizlikdirmi deyim, ya insanlara qarşı bir pislik səviyyəsində bir yanaşmadır. Yəni bunu çox sadə şəkildə Zeynəb Xanlarovanın nəvəsi evlənir də yazmaq olardı və bu da insanlar üçün daha doğru məlumatın çatdırılması olardı. Ancaq belə hallar çoxdur. Mən yalnız bir örnək göstərdim. Azərbaycanda bəzi saytlar, yəni elektron informasiya vasitələri bu cür çirkli informasiya yayımı praktikasına sahibdirlər və bunu israrla da davam elətdirirlər. Əsas səbəblərindən də biri ondan ibarətdir ki, yazılar üçün və yaxud da bütövlükdə həmin saytın oxunaqlılıq reytinqi üçün sanki bir savaş və yaxud da rəqabət aparırlar və bunun da nəticəsində bizim kimi və yaxud da minlərlə, yüzlərlə, 10 minlərlə oxucu aldadılmış olur. Elçin, biz verilişimizin artıq sonuna yaxınlaşırıq. Mən istərdim ki, sonda təcrübənizə dayanaraq ümumiyyətlə tamaşaçılarımıza praktiki olaraq hansı tövsiyələri və gərəkli məlumatları verərdiniz ki, onlar sosial şəbəkələrdə istifadə edərkən daha təhlükəsiz davransınlar? Sosial şəbəkələr insanların və bütövlükdə cəmiyyətin məlumat alması üçün mənbələrdən biridir. Məsələn, hər hansı bir məlumat yayılıbsa və bu məlumat ictimai maraq doğurursa, yəni ictimai bir yükü varsa, dərhal ona inanmaq vacib deyil. Yəni nə mənada? O məlumatın yoxlanılmasına ehtiyac var. O da necə etmək olar? Google deyilən bir sistem mövcuddur. Həmin məlumatla bağlı Google-da axtarış aparmaqla məlumatın kökünü tapmaq mümkündür və bu məlumatın hansı səviyyədə doğru, yalan olduğunu dəqiqləşdirmək mümkündür. Yəni mən hesab edirəm ki, heç bir sosial şəbəkə istifadəçisi məlumat yaydıqda təbii ki, o qara niyyətli olanlar anlaşılır ki, məqsədyönlü şəkildə insanları aldatmaq yolunda məlumatlar yayırlar. Amma o məlumatların hədəfi olan təbəqələr də əldə elədikləri, oxuduqları informasiyaları beyin süzgəcindən, məntiq süzgəcindən mütləq keçirməlidirlər və eyni zamanda internetdə mövcud olan resurslardan istifadə eləməklə də onun dəqiqləşdirilməsinə cəhd göstərməlidirlər. Bayaq dediyim kimi Google sistemindən bunu çox rahatlıqla eləmək mümkündür. Elçin, çox sağ olun, dəyərli vaxtınızı ayırdınız. Bizə və tamaşaçılara xeyli gərəkən məlumatları çatdırdınız. Mən təşəkkür edirəm. Hörmətli tamaşaçılar, Milli Fikir və İnkişaf İctimai Birliyinin sosial şəbəkələrdə informasiya təhlükəsizliyi layihəsinin növbəti bir buraxılışına baxdınız. Qonağımız siyasi şərhçi Elçin Xalqbəyli idi. Elçin müəllimlə sosial şəbəkələrdən düzgün davranış qaydalarını, informasiya təhlükəsizliyi baxımından necə davranmaq olduğunu danışdıq. Növbəti buraxılışlarımızda görüşmək ümidi ilə.